Hər vaxtınız xeyirli olsun değerli dostlar. Mərkəzi yolun kənarında, asfalt küçənin üzərində yerləşən belə bir əla həyət evi çəkib təqdim edirəm. Kupçalıdır, dövlət ipotekasına yararlıdır. 5 otaqdan ibarət hörmətli dostlar. Görürsünüz fasadda ağla ilə işləmələr həyata keçirir. Burada 3 ədəd evimiz var. Təmir bu yerdə yenicə yekunlaşıb, hələ bəzi xırda işlər qalır. Çox münasib qiymətdən təklif olunur. Bu termoaqlay deyil, orijinal aqlaydır hörmətli dostlar. Bu qaydada belə bir 5 otaqlı ev. Möhkəm fundament üzərində inşa olunub, 1-ci və 2-ci mərtəbəsi monolit beton həyətyanı sahə bu qaydadadır. Masazırın girişində tam storun düz yanındadır hörmətli dostlar. Asfalt küçənin üzərindədir. Mərkəzi yoldan 100 metrlik məsafədədir. Həyətyanı sahə bu qaydadadır. Mərkəz kanalizasiya var, trap döşənib darvazanın ön hissəsinə. Gəlin evin daxilinə tanış edeyim. Sizi qeyd etdiyim kimi 5 otaqdan ibarətdir hörmətli dostlar. Həyətyanı sahəyə bir daha belə baxaq. Bəzi xırda işlər qalır, o cümlədən təmizlik işlər şonlarında hər biri tamamlanıb alıcıya təhvil veriləcək. Pilləkənin məhəccərləri, təmizlik işləri qeyd etdiyim kimi qalır. Giriş isə bu qaydadadır. 1-ci mərtəbə isti döşəmədir. Kollektor sistemi və kombo aparatının yeri burada nəzərdə tutulub. Burada yerləşir qonaq otağı, yataq otağı, mətbəx sahəsi və sanitar qoşaq. Bura evin zal hissəsidir hörmətli dostlar. Gözəl işləmələr mövcuddur. Lüks uçunda yer qoyulub, gizli işıqlar, sporlar quraşdırılıb. Kifayət qədər geniş ölçüyə sahibdir. Təxminən 160 kvadrat metrlik bir evdir hörmətli dostlar. Bura ilk mərtəbənin deməli mətbəx sahəsi. Bura gələn qonaqlar üçün, yaşlı şəxslər üçün yataq otağıdır. Buradan mən sizə ilk mərtəbənin sanitar qoşağını göstərim. Belə bir sanitar qoşaq sadəcə aksesuar təchizatına ehtiyac var. Evin qiyməti 150 min manatdır. Alıcılarla qiymətdə danışıb razılaşmaq mümkündür. İdeal yerləşməli axtardığınız ərazidədir. Masazırda deməli tam storun LC Waikiki-nin Zeynəb Ticarət Mərkəzinin yaxınlığındadır, yanındadır. HDRL plakatın keçdikdən sonradır. Buradan eyvan sahəsinə çıxış var. Daha sonra buradan mən sizə ailə üçün nəzərdə tutulmuş böyük yataq otağını göstərim. Hər otağa kondisioner və TV xətti çəkilib. 2-ci mərtəbədə artıq isidilmə radiator vasitəsilə həyata keçiriləcək. Yataq otağı olduğu üçün kiçik pəncərə qoyulub. Əlavə başqa heç bir qüsuru yoxdur. Burada növbəti ümumilikdə 5-ci otaq və sanitar qoşaq. Ev və torpaq kupçalı çıxarışlıdır. Mərkəzi yolun kənarında. Masazır tam storun yanında. LC Waikiki-nin yanında. Qiymət 150 mindir. Alıcılarla qiymətdə danışıb razılaşma mümkündür. Alıb dərhal qeydiyyata düşə bilirsiniz. Sağ olun, hələlik.